Keçək, hansı rubrikadır Bart öndü? O bu rubrikası. Aha, o bu. Köhnə mahnılardan verəsiz. Mən əslində onu gözləyirdim. Oxuyacaqdı. Yoxdan baxmada ikisi də muğam ifadəsi. Gənc ifasılardır. Buyur. Estradadan verildi. Rüfət bəy bir tarix müəllimi kimi yenidən məktəbə bərpa olunsanız, kimin orada direktor olmağını istəyərdiniz? O orada sizə güzəşt edəcək. Mehdi Masalı yoxsa Yaşar Qafanlı? Yaşarla dostluq da, Yaşar. Qaraşar. Yaşar Qafanlı. Bəli, güzəşt eləyər Yaşar. Yaşar Qafanlı yoxsa Mirfərid Zirə? Yaşar. Xeyri yox, hamısı Yaşardır. Yaşar mənim əzizimdir. Orada başqaları da var da, Yaşar gözlə. Qafanlı Kim yoxsa olur Baləli? olsun. Bir dəqiqə gözlə. Kim olur olsun, kim olur olsun. Yaşar mənim əzizimdir. Yaşar dəyişilməzdir. Yaşar səni bəyənmir axı, deyir o meyxana deyən Nə deyil. olar, can sağ olsun. Mənim üçün Yaşar dəyişilməzdir. Yəni, Yaşardan başqasın desən, buyur seçim eləyək. Deyir. Bir yerdəki Yaşar yoxsa kimdir? Yaşar Qafanlı yoxsa Mirfərid Zirə? Mən dedim axı Yaşar, sonra? Yaşar Qafanlı yoxsa Baləli? Dedim axı mənim əzizim. Yaşar Qafanlı yoxsa Ruslan Müşfiqabadlı? Aha. Əgər bir yerdəki Yaşar var... Yaşar çıxar. Onda belə elə. Yaşar Mehdi çıxar. Masalı yoxsa Mirfərid Zirə? Yaşar çıxdı. İndi bu nə üçündür? Elə Nəzər. həmənki sual. Direktor olur. Direktor olsa, Sənə güzəşt eləyəcək. Mənim ana tərəfimdən kiranlandı. Bəlkə Masal, Mehdi mənim. Aha, Mehdi. Mehdi Masalı yoxsa Baləli? Mehdi. Mehdi Masalı yoxsa Ruslan Müşfiqabadlı? Bu nə üçündür? Bu da direktor olur. Bəs də, Elə hə, eyni sual. eyni. 2 dənə direktor olar. Yox. Ya o, ya bu. Keçək Ruslanla davam edir. Ruslan Müşfiqabadlı yoxsa Cahangeşt? Ruslan. Ruslan Müşfiqabadlı yoxsa Akşin Fatih? Ruslan. Ruslan Müşfiqabadlı yoxsa Pərviz Bülbülə? Ruslan. Ruslan bəy yoxsa Orxan Löşbatanlı? Ruslan. Ruslan bəy yoxsa Ələkbər Yasamallı? Ələkbər direktor qoymaq olar. Dağlar məktəbi. Ələkbərlə davam edir. Siz deyirsiniz Dağdar. Necə? Deyirsiniz məktəbi Dağdar. Bu Şaolin məktəbində dağılsı. Ələkbər Yasamallı yoxsa Namiq Məna? Namiq müəllimə yaraşar ha. Amma sənlə yola getməz. Namiq Səni hə- Zaut. Yox. Həmin günü səni məktəbdən çıxardar. Bəlkə də qoy, hə. Kimi dedin? Ələkbər qalsın. Ələkbər Yasamalı yoxsa Namiq Qaraçuxurlu? Qaraçuxurlu namı ilə davam edir. Namiq Qaraçuxurlu yoxsa Mehman Əhmədli? Nami Qaraçuxurlu ilə davam edir. Namiq Qaraçuxurlu yoxsa Ağa Mirzə? Ağa Mirzə Ağsaqqalda, Ağa Mirzəni seçir. Ağa Mirzənin yola gedərsə məktəbdə? Hə? Yola gedərsə? Mən insan mənə qarşı olan münasibətindən ölçmürəm. Mən insanın kişiliyinə, şəxsiyyətinə hörmət edirəm. Mən insan cəmiyyətdə olan hörmətinə münasibət göstərirəm. Yoxsa ki, mənə ola bilər ki, insan məndə özündə oxşar xüsusiyyətdən tapmayıb. Mən onun xoşuna gəlmirəm və yaxud mənə dərindən tanımır. Mənə o qədər də hörmət Mənə nağıl danışma, qulaq as. Bu sənin üçün nağıldırsa, Aha. sonunda həqiqət sənin üçün nədir? Qulaq as. Sənin həyat tərzin necədir? Sən insan nəyinə görə hörmət edirsən? Mən Hə. mədəniyyətinə görə. Aha, bu mədəniyyət bu heç. İnsan ola bilər ki, ikiyüzlüdür, özünü mədəni apara bilər cəmiyyət arasında. İnsan belə səmimidir, mədəni oldu deyənə, insan mədəniyyəti ilə onun əxlaqı eyni üst-üstə düşmür. Ürəyi ilə yaxşı. Ürəyi ilə başqadır. O başqadır. Ürəyi ilə, əxlaqı ilə, davranışı ilə. Yaşar necə ürəyi var? Yaşarın özündən də böyük ürəyi var. Mən görmürəm onu. Ola bilər də sənə göstərməyib onu. Yaşar, sağ ol bir dənə kardioqram elə göndər.